Azərbaycan manatının əsas ticarət tərəfdaşı ölkələrin valyutalarına qarşı real məzənnəsi açıqlanıb. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin aprel ayında manatın ABŞ dolları qarşısındakı real məzənnəsi 132,4 olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bu göstərici 127,3 olub. Manatın Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı real məzənnəsi 2024-cü ilin aprelindən 2025-ci ilin aprel ayınadək belə olub. Qeyd edək ki, bu göstərici ölkə daxili və xarici qiymət səviyyələri nəzərə alınmaqla manatın real gücünü, yəni əmtəə və xidmət alma qabiliyyətini əks etdirir. Yəni, real məzənnə yalnız nominal valyuta kursu deyil, həm də hər iki ölkədəki qiymət səviyyəsini nəzərə alaraq hesablanan göstəricidir. Onu da bildirək ki, bu indeks Azərbaycan məhsullarının xaricdə nə qədər bahalı və ya ucuz olduğunu da göstərir. Əgər indeks artarsa, manat bahalaşır. Belə vəziyyətdə Azərbaycan məhsulları xaricdə də bahalaşır ki, bu da ixracı çətinləşdirir. İndeks azalan zaman isə bunun əksi olur. Məsələn, manatın real məzənnəsinin son bir ildə Türkiyə lirəsi qarşısında 209,2-dən 190,2-yə düşməsi o deməkdir ki, Türkiyədən ixal olunan məhsullar əvvəlki ilə nisbətən bahalaşıb. Buna qarşılıq olaraq Azərbaycan məhsulları Türkiyə bazarında daha ucuz və rəqabətə davamlı hala gəlib.